Blok suallarını izah edirəm. Dövlət İmtahan Mərkəzi 2024-cü ilin iyun ayının 2-də birinci qrupların birinci şans imtahanını keçirmişdir və həmin sualların izahına baxacaq. 31-ci sualla başlayaq. İlk öncə şərhlə tanış olaq uşaqlar. Verilmiş kütləli bir atomlu ideal qaz üzərində gedən qapalı prosesin qrafiki təsvir edilmişdir. İzobar sıxılmada qazın işi hansı ifadə ilə təyin edilir? M konsttur. Niyə? Çünki verilmiş kütləlidir və şərtdə deyir ki, izobarda P, yəni təzyiq sabitdir. Sıxılma dediyi üçün həcmi azalır. Baxıram ki, şəkildə qrafikdə 3-4 və 1-2 hissəsi təzyiqin sabit qaldığı hissələrdir. Lakin həcmin azaldığı mənə qiymət lazımdır. Baxın, bu da 3-dən 4-ə olandır. Baxıram ki, V oxu ilə bu oxun istiqaməti əks istiqamətdədirsə, deməli həcmin qiymətini enir, həcmin qiyməti azalmış olacaq. Görülən işin düsturu nəyə bərabərdir? A bərabərdir P delta V-yə. Baxın, bu 3V V1-in qiymətidir, V0 isə V2-nin qiymətidir. Qiymətləri qoyuram yerinə, P-nin də qiymətini verib P0. P0 vurulsun, V0 çıxılsın 3V0. Buradan da A görülən iş bərabərdir. Mənfi 2 V0 V0'a. Doğru cavab E bəndidir. İkinci suala baxaq. İki sonsuz uzun cəryanlı düz naqil eyni müstəvidə bir-birinə perpendikulyar yerləşdirilmişdir. Birinci cəryanlı naqilin maqnit sahəsinin M nöqtəsində induksiyası B olarsa, yekun sahənin induksiyası nəyə bərabərdir? Cəryan şiddətlərini də bizə şərtdə bərabər verib. Bunu abituriyentlərə, şagirdlərə öyrədəndə ən sadə metod bunu bilirəm, öyrətməyin. Sanki siz cəryanın üzərində dayanmışsınız. Cəryanın üzərində dayananda sol hissədə dayandığınız hissə nöqtədir. Yəni şəkil müstəvizinə bizə doğru. Cəryanın üzərində dayananda sanki sağ tərəfdə isə X yerləşir. Yəni bizdən şəkil müstəvizinə doğru. Həmçinin ilki cəryanın yaratdığı cəryan şiddətinə baxaq. Demək, ilki cəryanın yaratdığı yenə sol tərəfim, sanki cəryanın üzərindəyim, sol tərəfim olacaq nöqtə, sağ tərəfim olacaq X. Mən baxıram ki, M nöqtəsi I2-nin X-ında yerləşir. Həmçinin I1-in nöqtəsində yerləşir. Bu deməkdir ki, onlar qiymətcə, induksiya qiymətləri qiymətcə bir-birinə bərabərdir, lakin istiqamətcə bir-birinin əksidir. Əgər cəryan şiddətlərini də bir-birinə bərabər veribsə, yekun induksiyanı tapmaq üçün hər ikisinin B-dən B-ni çıxanda 0 vermiş olacaq. Yəni doğru cavab C variantı olacaq. 33-cü sualın həllinə baxaq. 33-cü suala deyir ki, induktivliyin vahidi Henry'nin əsas vahidlərlə ifadəsi hansıdır? Bunu tapmaq üçün ən sadə metod enerjidən tapmaqdır. Enerji bərabərdir nəyə? L I kvadratı bölünsün 2-yə. Buradan L-i tapsam, L bərabərdir 2W bölünsün I-nin kvadratına. İndi vahidlərini atsaq, L bərabərdir. Enerjinin vahidi 1 jouldur. Cəryan şiddətinin vahidi isə 1 amperdir. Kvadrat olduğu üçün amperin kvadratı. Joulun açılışı necədir? Kiloqram vurulsun metr kvadratı, bölünsün saniyənin kvadratı. Bir dənə də aşağıda amperin kvadratımız var idi. Oldu amper kvadratı. Doğru cavab variantlarına baxaq. Doğru cavab variantı A variantıdır. 4-cü sualda deyir ki, riyazi rəqqasının sərbəst rəqslər zamanı rəqs edən maddi nöqtənin impulsunun 0-a bərabər olduğu anda kəmiyyətlərdən hansıların mütləq qiyməti maksimum olar? Baxın, bura bir dənə riyazi rəqqas çəkəcəm. Bu riyazi rəqqasın var tarazlıq nöqtəsi, var kənar nöqtəsi. Tarazlıq və kənar nöqtəsində hər bir kəmiyyət fərqlidir. Bu olur kənar, bu olur tarazlıq. Kənarda potensial enerji, qüvvə, təcil, koordinat, bunlar hər biri maksimum qiymətini alır. Tarazlıq nöqtəsində isə kinetik enerji, sürət, impuls, bunlar hər biri maksimum qiymətini alır. Birinin maksimum qiymətində digəri minimum qiymət alacaq. Yəni, kənarda potensial, qüvvə, təcil, koordinat maksimumdursa, deməli, sürət, impuls, kinetik enerji, bunlar minimum qiymətini alır. Və yaxud tarazlıq nöqtəsində, əgər kinetik enerji, sürət, impuls maksimum qiymətini alırsa, qüvvə, təcil, koordinat, potensial enerji, bunlar minimum qiymətlərini almış olur. Mənə şərtdə deyir ki, impuls 0-a bərabər olarsa nə maksimum olar?
İmpuls sıfıra bərabər olarsa, yəni minimum qiymətlərini alarsa, orada potensial enerji, koordinat, qüvvə və təcil maksimum qiymətlərini alacaq. Sürət, xeyr, sürət minimum qiymətini aldı, təcil bəli, maksimum qiymət aldı, potensial enerji bəli. Doğru cavab 2 və 3-dür. B bəndi. Sualın həllinə baxaq. Verilmiş kütləli deyirsə, deməli o ideal qaz qanunlarına tabedir. Yəni n bərabərdir const. Həcmin mütləq temperaturun asılı qrafiki verilmişdir. Koordinat sistemində, PV koordinat sistemində hansı qrafik prosesə uyğundur? Şəkildən görürəm ki, həcm nədir? Həcm sabitdir. Yəni proses nədir? İzoxordur. Temperaturun istiqaməti ilə şəklin istiqaməti eyni istiqamətdə olduğu üçün deməli temperaturun qiyməti artır. Bu hal nəyə uyğun gəlir? İzoxor qızmaya. Mənə soruşur PV qrafikini. İndi görək PV V necə dəyişir? PV T ifadəsinə görə əgər temperatur artırsa, həcmin sabit qiymətində təzyiq də artmalıdır. Deməli, biz elə bir qrafik çəkəcəyik ki, P-nin V-dən asılı qrafiki, yenə həcm sabit qalacaq. Və həcm sabit qaldıqda temperatur artdığı üçün təzyiq artmış sayılacaq. Baxıram ki, oxun istiqaməti ilə P oxun istiqaməti eynidirsə, deməli o P-nin qiyməti artıb. Olur izoxor qızma. Doğru cavab variantına baxaq hardadır? D bəndində. 36-cı sualda deyir ki, VT koordinat sistemində doyan buxarın hansı buxardır? Doyan buxardır. Üzərində gedən proses göstərilmişdir. MT koordinat sistemində hansı qrafik bu prosesə uyğun gəlir? Deməli, buxarımız hansı buxardır? Doyan buxardır. Doyan buxardır. Və şərtdə görürəm ki, temperatur nə edir? Temperatur qiymətcə sabit qalmış olub. Deməli, temperatur sabitdir. Biz bilirik ki, doyan buxarda temperaturla bərabər təzyiq, konsentrasiya, sıxlıq, doyan buxarda bunların həm əgər biri sabit qalırsa, hamısı sabit qalmış olur və yaxud hamısı eyni qədər dəyişir. Kütlə nəyə bərabərdir? N bərabərdir rho V-yə. Həmçinin qrafik görürəm ki, grafikin uc hissəsi V-nin uc hissəsi ilə eyni istiqamətdə olduğu üçün, deməli V-nin qiyməti nə edib? Temperatur sabit qalıb, V-nin qiyməti artıb. M bərabərdir rho vurulsun V-yə. Rho sabitdir, doyan buxar olduğu üçün, həmçinin şərtdə bizə temperaturu sabit verdiyi üçün, sıxlığın sabit qiymətində həcm artdığı üçün onun kütləsi də artmış olacaq. Yəni, bir növ desək, kütlə artır, temperatur isə dəyişmir. Doğru cavab variantına baxaq. Kütlə artır, temperatur dəyişmir. Doğru cavab A variantı. 37-ci sualda. Verilmiş elektrik dövrəsində AB aralığını hansı elementi bağladıqda el lampasının parlaqlığını tənzimləmək olar? Biz bilirik ki, lampanın parlaqlığını azaldıb və yaxud artırmaq üçün cəryan şiddətini artırıb azaltmaq lazımdır. Bunun üçün biz reostat adlanan bir cihazdan istifadə edərək reostatın sürgüsünü sola və yaxud sağa hərəkət elətdirərək biz cəryanı tənzimləyə bilərik. 8-ci suala baxaq. Deyir, yer səthindən H bərabərdir R hündürlükdə cismə təsir edən ağırlıq kütləsi 160 Newtondur. Yəni, Jm bölünsün R plus H kvadrat ifadəsində. İndi R-in yerinə, H-in yerinə R-ni əvəz eləyəcək. Yəni, olacaq Jm bölünsün R üstə gəlinsin R kvadratı bərabərdir Jm. R-in üzərinə R gələm. 2 R-in kvadratı eləyir 4 R kvadratı. Və mənə şərtdə deyir ki, bu nəyə bərabərdir? Bu 160 Newtona bərabərdir qüvvənin qiyməti. İkinci tərəfdən həmin ifadəni təkrar yazaraq Jm bölünsün R plus H kvadratı bərabərdir. Bu dəfə bizə hündürlüyü 3 R verib. Qeyd eləyək. Jm bölünsün R üstə gəlinsin 3 R kvadratı bərabərdir. O zaman ifadəmiz belə olacaq. Jm bölünsün 3 R üstə R gələm 4 R, 4 R'in kvadratı 16 R kvadratı bərabərdir. İndi bu Jm bölünsün 16 R kvadratı mən parçalaya bilərəm. Yaza bilərəm 1 bölünsün 4 vurulsun Jm bölünsün 4
R kvadratı. Bayaq biz bu ifadəyə 160 Newton demişdiksə, o zaman ifadə olacaq 160 bölünsün 4. Yəni qüvvə nəyə bərabər olmuş olacaq? 40 Newtona bərabər olmuş olacaq. Doğru cavab B bəndidir. 39-cu sualın həllinə baxaq. Deyir ki, cisim üfüqi səth üzərində 20 Newtonluq qüvvənin təsiri ilə düz xətli bərabər sürətlə hərəkət edir. Hansı qüvvənin təsiri ilə bu cisim 2 metr bölü saniyə kvadratı təsiri ilə düz xətli bərabər yeniləşən hərəkət edər? İlk öncə bu cisim necə hərəkət edir? Düz xətli bərabər sürətlə hərəkət edir. Biz bilirik ki, birinci cisim düz xətli bərabər sürətlə hərəkət edirsə, bu cisimə tətbiq olunan sürtünmə qüvvəsi elə dartı qüvvəsinin öz qiymətinə bərabərdir. Yəni bir növ desək, dartı qüvvəsi sürtünmə qüvvəsinə bərabərdir. Dartı qüvvəsinin də qiymətini bizə 20 Newton verib. Deməli, bu cismin sürtünmə qüvvəsi 20 Newtona bərabərdir. Digər tərəfdən ikinci cisimə baxıram. İkinci cisimə təsir edən sürtünmə qüvvəsini göstərirəm. Mənə deyir ki, bu qüvvənin qiymətini təyin edin nə qədərdir? Görürəm ki, təcil sola doğrudur, sağa doğrudur. Deməli, MA, Newton ikinci qanunu tətbiq edirəm. MA bərabərdir. Təcil böyük qüvvə istiqamətində yönəlir. Deməli, böyük qüvvə F-dir. F çıxılsın, F sürtünmə. Buradan F-i təyin edilsin. F bərabərdir MA üstə gəlinsin, F sürtünmə. F bərabərdir kütləsinin cismin kütləsini verib 5, təcilin şərtdə verib 2, üstə gəlsin sürtünmə qüvvəsimizi də 20 Newton tapdıq. Deməli, qüvvə nəyə bərabərdir? 10 üstə gəlsin 20, yəni 30 Newton. Doğru cavab B bəndidir. Suala baxaq. Deyir ki, harmonik rəqs edən kütləni verib. Qeyd eləyək. M bərabərdir 200 qram. Bunu da 1000-ə böləndə eləyir 0,2 kiloqram. Kütləli cismin sürətini verib. V bərabərdir 3 cos 5 pt. Qanun ilə dəyişir. Cisimə təsir edən qüvvənin maksimal qiymətini hesablayın. Və şərtdə verib P-ni nə qədər? 3. Bu düsturun əslində nətərdir? Əslində V bərabərdir. V maksimal kosinus omega T-dir. Deməli, T-nin qarşısında dayanan bu 5 pi nəyin qiymətini vermiş oldu omega? Omega bərabərdir 5 piyə. Kosinusun qarşısında dayanan isə bu V'min qiymətini verib, yəni maksimal sürətin qiymətini verib. Bizə maksimal qüvvəni soruşulur. Maksimal qüvvə bərabərdir. M kütlə vurulsun A maksimal. A maksimal nəyə bərabərdir? A maksimal bərabərdir V maksimal vurulsun omega. A maksimalı tapaq nə qədərdir? V maksimalın qiymətini verib 3. Omega'nın qiymətini isə verib 5pi. 5pi bərabərdir 3 vurulsun 5. Pi'nin qiymətini də şərtdə bizə verib 3. Deməli, A maksimal nəyə bərabər olmuş oldu? 3, 5'im 15, 15'i də 3'ə vuranda 45. Deməli, kütləni tapaq. Kütlənin qiyməti nə qədər idi? 200, yəni 0,2 kiloqram vurulsun 45. Bu da eləyəcək 9 Newton. Doğru cavab C bəndidir. Birinci suala baxaq. Elektron intensivlik xətləri istiqamətində 20 volt potensial alfəyə keçdikdə onun kinetik enerjisi. Biz bilirik ki, intensivliyin çıxdığı isə müsbət nöqtələrdir, müsbətdir. Daxil olduqları isə mənfidir. Yəni, mənfi əgər mənfiyə doğru hərəkət edirsə, bir müddətdən sonra necə hərəkət edəcək? Yavaşlayacaq. Ən sonunda nə edəcək? Dayanacaq. Dayananda onun sürətini alacaq. Onun sürəti kiçiləcək. Kinetik enerji nəyə bərabərdir? Kinetik enerji bərabərdir mv kvadratı bölünsün 2. Əgər sürət azalırsa, demək onun kinetik enerji də azalacaq. Görülən iş nəyə bərabərdir? Kinetik enerjinin dəyişməsinə bərabərdir. Görülən işin düsturu nəyə bərabərdir? Q-ya, yəni Y-ya. Deməli, bu zaman kinetik enerjinin dəyişməsi və yaxud da kinetik enerjinin özü, sonda sürət 0 olduğu üçün kinetik enerjinin özü Y-ya bərabər olmuş olacaq. Bu demək ki, kinetik enerji 20 elektron volt azalmış oldu. Sürət azaldığı üçün azaldı. Doğru cavab C bəndi. 42-ci sualı deyir ki, məftilin nisbi uzanmasını deformasiya etdirici qüvvənin modunda asılı qrafik vermişdir. Məftilin enkəsinin sayəsini hesablayın. Deməli, biz bilirik ki, qüvvə nəyə bərabərdir? F qüvvə bərabərdir. Sigma vurulsun S. Sigma nəyə bərabərdir? Sigma bərabərdir. Epsilon vurulsun E-yə. Gətirib bu ifadəni burada yazsaq.
daha doğrusu buradan S'i tapsaq, S bərabərdir. F bölünsün sigma. F olduğu kimi yazıram. Sigma yerine epsilon y yazıram. Bərabərdir. Qüvvənin qiymətini 120 götürək. 120 bölünsün. Epsilonun qiymətini ona uyğun olaraq 1,5 götürək. 1,5 vur 10 üstü -4 vurulsun. Y'nin qiymətini isə götürək 2 vurulsun 10 üstü 11. Deməli, buradan S sətinin sayəsi bərabərdir. 1,5, 2, 3, 123'e ben 4 milimetre kvadrat. Doğru cevap C bəndidir. Üçüncü sualda elektromagnet dalğası vakuumda yayılır. Dalğanın yayılma istiqaməti elektrik sahəsinin intensivliyi vektoru arasından bucaq nəyə bərabərdir? Bu şifahi sualdır. Bucaq 90 dərəcəyə bərabər olmalıdır. 44-cü sualda isə düzxətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamanda asılı qrafiki verilmişdir. Grafikin göstərilən hissəsində təcilin proyeksiyaları üçün hansı münasibət doğrudur? Baxıram ki, iki hissəsində ən sadəsindən başlayaq. İki hissəsində sürət nədir? Konstdur, sabitdir. Deməli, əgər sürət sabit qalırsa, orada əvəzləyici qüvvə də təcillə nəyə bərabərdir? Sıfıra bərabərdir. Deməli, A2 sıfıra bərabərdir. Digər tərəfdən A nəyə bərabərdir? A bərabərdir. Delta V bölünsün T'yə. Düzdürmü? Yəni, V'nin T'yə olan nisbəti qrafikdə də düzgün verilir verilən hər yerində tangens alfaya bərabərdir. Bir növdə isə əgər bucaq nə qədər böyük olarsa, təcilin də qiyməti bir o qədər böyük olmuş olacaq. Bunun yaratdığı bucaq bu qədərdir. Bunun yaratdığı bucaq isə bu qədərdir. Birinci biraz düzgün görünmədi. Aha, bunun yaratdığı bucaq bu qədərdir. Bunun yaratdığı bucaq isə bu qədərdir. Baxaq görək hansının bucağı böyükdür. Təbii ki, alfa 1 alfa 2-dən böyük olduğu üçün təcil də A2 deyil, daha doğrusu bu 3'dür. Üzrlü sayın. Deməli, A1 də A3'dən böyük qiymət alacaq. Deməli, ən böyük A1, sonra A3, sonra isə A2 gəlir. Doğru cavab variantlarına baxaq görək hardadır. Ən böyük 1, 3, 2 olacaq. Burada yazılıb. A2'nin ayrıldığı da 0 verib. Doğru cavab D bəndidir. 44-cü sualda deyir ki, arakəsmə ilə 2 bərabər hissəyə bölünmüş qaba krandan bərabər surətə su dökülür. Qab su ilə tam dolana qədər onun dibinin B nöqtəsində suyun hidrostatik təzyiqin zamanla asılı qrafiki hansıdır? Gəlin ilk öncə hidrostatik təzyiqin düsturunu yazaq. P bərabərdir Rho, J, H-a. Belə çıxır ki, hidrostatik təzyiq hündürlükdən necə asılıdır? Düz mütənasib asılıdır. Siz düşünün ki, sanki bu dolur. Baxın, təxminən biraz azaldım. Baxın, bu dolur. Başlayır dolmağa, dolur. Dolub bu nöqtəyə çatana qədər hündürlük artdığı üçün onun təzyiqi də artmış sayılacaq. Baxın, artır. Artan hissələ bax, bu C getdi, B getdi. Qaldı A, Y və D bəndi. Daha sonra isə bu qab başlayacaq dolub, bu hissə dolduğu üçün artıq başlayacaq bu hissələrə doğru tökülməyə. Baxın, bu hissələr başlayacaq dolmağa. Onda B nöqtəsində heç bir hündürlük dəyişmədiyi üçün hidrostatik təzyiq dəyişməyəcək. Baxıram, hidrostatik təzyiqin dəyişmədiyi hissələr varmı? Bəli, bu hissə artıq getdi. Burada dəyişdi. Bu olmaz. Qaldı A və Y variantları. Baxın, bu hissəyə qədər doldu. Ta ki gəlib B nöqtəsinə çatana qədər. Bu nöqtəyə çatana qədər. Bu nöqtədən sonra artıq su həm bu hissədə, həm də bu hissədə bərabər artmağa başlayacaq. Artıq amma digərindən fərqi olaraq burada səthin sahəsi böyük olduğu üçün hündürlük nisbətən daha az artmağa başlayacaq. Ona görə ilk vəziyyətə görə təzyiq, üçüncü vəziyyətdəki təzyiqdən nisbətən kiçik qiymət alacaq. Yəni bu hissədə görürük ki, artıq kəskin artır. Xeyr, kəskin artmadı. Nisbətən zəif artdı. Ona görə baxın, bu hissə qrafik daha çox uyğun gəlir. Doğru cavab A bəndidir. 46-cı sualda deyir ki, hansı maddələr üzərində enerji 3,2 elektron volt olan fotonlar düşdükdə fotoeffekt baş verir. Deməli, bizdə fotonların enerjisi nə qədər verib?
fotonların enerjisini verib. Nə qədərdir? Bircə dəqiqə. 3,2 elektron volt. Deməli, əgər çıxış işi hardakı fotonun enerjisindən kiçikdirsə, orada baş verəcək proses, yəni fotoeffekt prosesi baş verəcək. Baxıram ki, 1,8 3,2-dən kiçik olduğu üçün, bəli, burada baş verər. 5,3 3,2-dən kiçik olduğu üçün, böyük olduğu üçün baş verməz. Həmçinin 4,2 də 3,2-dən böyük olduğu üçün baş verməz. Lakin 2,2 3,2-dən kiçik olduğu üçün burada fotoeffekt baş verər. Doğru cavab sezyum və kaliumdur. Doğru cavab A variantıdır. 47-ci sualda deyir ki, düz xətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamanında asılı qrafiki verilmişdir. Bu cismə təsir edən qüvvələrin əvəziyyət üçün proyeksiyasının zamanında asılı qrafiki hansıdır? İlk öncə bu hissəyə baxıram. Yəni bu hissəyə qədər görürəm ki, birinci hissədə sürət nədir? Sürət konstdur, yəni sabitdir, dəyişmir. Əgər sürət sabitdirsə, orada təcil də qüvvə də sıfıra bərabərdir. Digər tərəfdən ikinci qrafikə baxsam. İkinci qrafikə baxıram ki, uc hissəsinə diqqət fikri verirəm. Görürəm ki, o nə edəcək? T oxundan uzaqlaşacaq. T oxundan uzaqlaşdığı üçün onun sürəti get-gedə nə eləmək olacaq? Həmçinin sürət müsbətdədir. Və qrafik T oxundan uzaqlaşdığı üçün o yeniləşən hərəkət edəcək. Yəni sürətini get-gedə artıracaq. Yeniləşən hərəkətə biz bilirik ki, qüvvə, təcil və sürət eyni istiqamətdə yönəlmiş olacaq. İndi biz sadəcə qüvvəni, bu yeniləşə, bərabər yavaşlayan hərəkət bərabər təcilli hərəkətin növüdür. Yəni A konstdur. Əgər təcil sabitsə, deməli orada da qüvvə də sabit qalacaq. Yəni mənə lazımdır qüvvənin sabit qaldığı yer, həmçinin müsbətdə olduğu yer. Baxıram ki, 1-dən 2-yə sıfırdır qiymətlər. Burada deyil. Burada deyil, qaldı A və B variantında sıfırdır bu hissələrdə hər ikisində. Digərində A-da mənfidə çəkib, xeyr, müsbətdə olmalıdır, sıfırdan böyükdür. Bu hissədə isə artıq müsbətdə çəkib, doğru cavab variantı B variantıdır. Sualda ifadəsi ilə hansı fizik əməliyyat təyin olunur? Deməli, enerjinin yerinə nə qoya bilərik? Enerjinin yerinə görülən işlə bərabər eləcək QU qoya bilərik. Yazaq yerinə, enerjinin yerinə QU vurulsun K, bölünsün U yazaq. Burada U'lar ixtisara gedir. Qalır nə? K vurulsun Q. Bu da nəyə vermiş olur? M, yəni kütləni vermiş olur. Elektrod üzərində ayrılan maddənin kütləsini doğru cavab C bəndidir. 49-cu sualda hansı şüalar elektrik sahəsinə meyl edir? Elektrik sahəsinə meyl edən şüalar alfa şüalardır. 50-ci suala baxaq. Reostata ardıcıl birləşdirilmiş sabit gərginlik mənbəyini qoşulub, reostatın sürgüsünü sola sürüşdürdükdən sonra sararıcdakı maqnit seli və maqnit sahəsi enerjisi dəyişir. Baxırıq, cəryan gəlir müsbətdən mənfiyə doğru. Əvvəl bu qədər hissədən cəryan keçirdi. İndi artıq deyir sürgünü sola sürüşdürək. Cəryan bu qədər hissədən keçmiş olacaq. İndi düstur yazaq. R bərabərdir rho, L bölünsün S. Görürəm ki, düsturda naqilin reostatın uzunluğu azaldı. Yəni cəryan keçən hissəsinin uzunluğu azaldı. Bu zaman onun müqaməti də azalacaq düz asılı olaraq. Sonra I bərabərdir U bölünsün R ifadəsinə görə şaxtırca gərginlik sabit verib. Əgər müqavimət azalırsa, ondan keçən cəryan şiddəti nə edəcək? Artmış olacaq tərs asılı olduğu üçün. Enerjiyə baxır. Enerji bərabərdir L kvadratı bölünsün 2. Əgər cəryan şiddəti artıbsa, onun maqnit sahəsinin enerjisi də artmış olacaq. Digər tərəfdən fi bərabərdir L-yə. Əgər burada da cəryan şiddəti artmışdırsa, maqnit seli də artmış olacaq. Yəni hər ikisi artar. Doğru cavab E bəndidir. İkinci sualda deyir, şaquli istiqamətdə yuxarı atılmış mərmi traktorun ən yüksək nöqtəsində partlayaraq iki qəlpəyə ayrılır. Qəlpənin biri bir istiqamətində hərəkət edirsə, digər qəlpənin hərəkət istiqaməti hansı istiqamət olar? Baxın, qəlpə bölünəndən sonra bunların hərəkət istiqamətləri, bunlar qiymətcə bir-birinə bərabər olacaqlar, lakin istiqamətcə bir-birinin əksi olacaq. Yəni, qəlpənin bir hissəsi bir nöqtəsində hərəkət edirsə, digər hissəsi onun qiymətcə bərabər, amma istiqamətcə əksidir. Yəni, 4 istiqamətində hərəkət eləmiş olacaq. Doğru cavab B bəndidir.
İkinci suala baxaq. Üfüqi dielektrik müstəvi səth üzərində yüklü kürələr sükunətdədir. Euler Venn diaqramına uyğun bəndləri müəyyən edin. Sükunətdədir deyirsə, deməli burada qüvvələr bərabərdir. Baxıram ki, hər ikisi mənfi yükdür. Deməli bunlara təsir edən qüvvələr bir-birlərini eləmiş olur, itələmiş olur. Bu F2 qüvvəsidir, F1 qüvvəsidir. F1'e təsir edən Coulomb qüvvəsi hara doğru oldu? Birinci yüke sola doğru oldu. Deməli 1'e getdi. İkinciye təsir edən sağa oldu. Bu getdi ikinciye. Sükunət sürtünmə qüvvəsi qüvvələrin əksinə doğru yönəlib. Bu oldu sürtünmə qüvvəsi, sükunət sürtünmə. Digəri oldu sükunət sürtünmə qüvvəsi. Deməli birinciyə təsir edən oldu sağa doğru, yəni bu getdi 3'ə. Digərində isə sola doğru oldu. Bu getdi 4'ə. Coulomb qüvvəsi sükunət sürtünmə qüvvəsinə bərabərdir ki, bu cisim sükunətdə qalıb. Yəni doğru cavab 1, 3, 5, 2, 4. Birinciyə düşür 1, 3, sonra 2, 4, sonra 5. Doğru cavab D bəndidir. Üçüncü suala baxaq. Qayışlı ötürmə fırladılan iki disk üzərində 1, 2, 3 nöqtələrinin xətti və bucaq sürətləri arasında hansı münasibət doğrudur? Baxıram ki, 1 ilə 2 qayışlıdır. 1 ilə 2 qayışlıdır, yəni eyni ipdə söhbət gedirsə, eyni ipdə biz bilirik ki, sürətlər nədir? Sürətlər qiymətcə bir-birinə bərabərdir. Yəni birincinin sürəti ikincisinin sürətinə bərabərdir. 2 ilə 3'ü müqayisə eləsəm, 2 ilə 3'də bilirəm ki, fırlanan disklərdir. O zaman orada omega, periyod, tezlik, dövr sayı. Bunlar qiymətcə nədir? Bunlar qiymətcə sabit qalır, dəyişmirlər. V bərabərdir omega R ifadəsinə görə. Əgər omega konstantsa dəyişmirsə, radiusla sürət bir-birinə düz asılı gedir. 2'nin mi radiusu daha böyükdür, yoxsa 3'ün mü? Təbii ki, 2'nin mərkəzdə olan radiusu daha böyükdür. Ona görə 1-2'nin sürəti böyükdür. Nədən? 3-cüdən. Birinci doğru cavab variantı. Sonra baxıram omegalara. Fırlanan disklərdə dedim ki, omegalar sabitdir. Ona görə omega 3 bərabər olacaq omega 2'yə. İndi omega bərabərdir V bölünsün R ifadəsinə görə, əgər qayışlı ötürmədə V konstdursa, bu zaman bucaq sürəti ilə radius tərs asıla gedir. Harada radius böyükdürsə, orada bucaq sürəti kiçik qiymət almış olacaq. Baxıram 2'də mi radius daha böyükdür, yoxsa 1'də mi? Təbii ki, 1'in radiusu budur, 2'nin radiusu budur. 1'in radiusu 2'nin radiusundan daha kiçikdir. Ona görə onun bucaq sürəti daha böyük olmuş olacaq. Omega 1. Baxaq görək. Doğru cavab 1 və 4'dür. Dördüncü suala baxaq. Kütləni verib 6 kilogram. M bərabərdir 6 kilogram. İpin təcili bərabərdir 4 metr bölünsün saniyenin kvadratı. Sərbəşmə təcilini verib 10 metr bölünsün saniyenin kvadratı. Gəlin burada ipin təcilinin nəyə bərabər olduğunu tapaq. İpin təcili 2 dənə yükün təcillinə bərabərdir. Söhbət əgər tərpənən blokdan gedirsə və görürük ki, tərpənən blokdur. Burada yükün təcilini tapsam nəyə bərabərdir? İpin təcili bölünsün 2'yə. Yəni 4 bölünsün 2, 2'ni vermiş olacaq. Daha sonra yükün çəkisini deyir. P bərabərdir nəyə? P bərabərdir M J plus A. P bərabərdir. Kütləni verib 6. Yuxarıya doğru yönəldiyi üçün təcil müsbət qəbul elədim. J'nin qiyməti 10'dur. Təcilin qiyməti 2'dir. Yəni P bərabərdir 6 vurulsun. 10 üzərinə gəldim 12 bərabərdir 2 altım 12 2 yazıram 1 yadda 1 altım 6 1 də yadda 7 Newton 72 Newton. 55-ci sual deyir ki, periyodu verib, periyod nəyə bərabərdir? 0,001 millimetr. Difraksiya qəfəsinin üzərinə dalğa uzunluğu lambda bərabərdir 0,5 lambda bərabərdir 0,5 mikrometr olan işıq şüası düşür. Qəfəsdə alınan spektrlərin maksimumlarının ən böyük tərtibini tapın. Demək, bilik ki, D nəyə bərabərdir? D sinüs fi bərabərdir K lambdaya. Buradan sinüs fi getdi. Çünki maksimumlar tərtibini soruşur. Yəni D bərabərdir K lambda qalır. Buradan K'nı tapsaq, K bərabərdir D bölünsün lambdaya. D'nin qiyməti 0,01 millimetrdir. Yəni 1 vurulsun 10 üstü -3 millimetr bölünsün, daha doğrusu millimetr.
milimetr olduğu için onu da -3'e vururam. Lambdanın qiymətini verib 0,5 vurulsun. Mikrometrdir. 10 üstü -6. Deməli burada K bərabərdir. 10 üstü -6 ilə -3 tərk edir. Bir də 0,5'e böləndə cavab qalır 2. Bunu sola deyir ki, naqilin en kəsiyindən keçən yükün miqdarını QM-in ifadəsini verib qeyd eləyə bir dəfəlik. Sonra omeganın qiymətini verib 100. Qanun ilə dəyişir. Cərəyan şiddətinin təsir edici qiymətini soruşur. I təsir edici qiymət bərabər çoxala. Biz bildik ki, cərəyan şiddətinin maksimal qiymət nəyə bərabərdir? QM vurulsun omegaya bərabərdir. Yəni I maksimal qiymət bərabərdir 0,028 vurulsun 100. Yəni 28 amperə bərabərdir. Həmçinin cərəyanın təsir edici qiymət nəyə bərabərdir? Maksimal qiymətinin kök altı 2 nisbətinə, yəni 28 bölünsün. Kök altı 2'nin də qiymətini verib şərtdə bizdə 1,4, o da bərabər. Daha doğrusu burada mən səhvlik edim. 2,8 qalır. 2,8 də 1,4'ü böləndə cavab qalır 2 amper. 58-ci suala baxaq. Deməli, burada birincinin tutumunu verib S, ikincinin tutumunu verib 3S. Bunlar bir-birlərinə necə qoşulublar? Bunlar bir-birlərinə ardıcıl qoşulublar. Ona görə onların yükün miqdarı sabitdir. Yəni burada Q düşür, burada Q düşür. Gərginliklərə baxaq. U bərabər nəyə? Q bölünsün S-yə. Belə çıxır ki, gərginliklə tutum bir-birindən tərs asıldı. Yəni U2'nin U1'ə olan nisbəti bərabərdir S1'in S2'yə olan nisbəti. U2'ni bilmirəm. Mən U2'ni tapmaq istəyirəm. U1'in qiyməti şərtdə verib bizə U qədərdir. Daha sonra S1'in qiyməti S'dir. S2'nin qiyməti isə 3S'dir. İxtisara gedir. U2 bərabər olur. U bölünsün 3'ə. Enerjiyə baxaq. Enerjidə Q'nun sabit qalan bir düsturuna istifadə eləməliyim. Yəni Q kvadratı bölünsün 2S. Belə çıxır ki, enerji tutumdan necə asıldı? Tərs asıldı. Yəni enerji 1'in enerji 2'yə olan nisbəti bərabərdir S2'nin S1'ə olan nisbəti. Enerji 1'in qiymətini W verib yazıram yerində W bölünsün W2 bərabərdir. S2'nin qiyməti 3S'dir. S1'in qiyməti S'dir. İxtisara gedir. Həmçinin burada da W2 bərabər olur. W bölünsün 3 nisbətinə. Doğru cevap bakın bunlardır. Budur ve budur. 59-cu suala baxaq. Şərtdə bizə nə verib? Kütləsi 2 kilogram olan cismin təcilin zamandası qrafiki verilmişdir. Hərəkət istiqaməti cisimə təsir edən əvəzləyici qüvvəli ilk 4 saniyə müddətində işini hesablayın. Görəm ki, təcilin qiyməti nəyə bərabərdir? 2 metr bölünsün saniyə kvadratına bərabərdir. V nəyə bərabər olacaq? V bərabər olacaq AT-yə. V 0,0'a getdiyi üçün. A-nın qiyməti 2'dir. T-nin qiyməti 4'dür. Bölünür 8 metr bölünsün saniyə. Kinetik enerji daha doğrusu görülən iş nəyə bərabərdir? Kinetik enerjinin dəyişməsinə. Yəni kinetik enerjinin sonuncu qiyməti çıxılsın kinetik enerjinin başlanğıc qiyməti. Burada başlanğıc sürəti 0 verdiyi üçün kinetik enerjinin başlanğıc qiyməti 0'a gedir. Yəni bir növ desək görülən iş nəyə bərabər olur? Kinetik enerjinin özünə. Yəni mv kvadratı bölünsün 2'yə. Kütləni verib 2, sürəti tapdıq 8, 8'in kvadratı 64 bölünsün 2. Yəni burada görülən iş nəyə bərabər olmuş oldu? 64 joula bərabər olmuş oldu. Bunu biraz çəkmək çətindir. Yəni çəkək. Deməli, nazik qabarıq linzadan söhbət gedir. Baş optik oxu da çəkək. Sanki bu cisimdir. Cisimdə buraları hər iki tərəfi göstərən fokus nöqtələrdir. Deməli, cisimdən gələn şua linzada sındıktan sonra fokus nöqtəsindən keçir. Bu bir. Daha sonra optik mərkəzə düşən şua optik mərkəzdə necə düşmüşdüsə həmin istiqamətdə hərəkətini davam edirik və sonuncusu isə burada fokus nöqtəsidir. Fokus nöqtəsinə gələn şua linzada burada tətbiq etmək biraz çətindir. Fokus nöqtəsinə düşən şua linzada sındıktan sonra baş optik oxa paralel istiqamətdə getmiş olur.